Qurban Bey, siz bir hukukşünas olmasaydınız, siz gün içinde bütün zərərçəkmişlərin, tərtər hasılının zərərçəkmişləri, Beyləqan hasılığında işləyə görən zərərçəkmişlər yanında olmasa, bu dövlət bu işə bir hüquqi qiymət verə bilərdi yoxsa? Mən o müsaadında bir başkası olacaqdı. Şimdi bu millet yaxşı insanlardan xali deyil, yadınızda qalsın. Biz bunu 2019-cu ildə aşmaq istədik, imkan vermədilər. 2020-də mən cəhd elədim. Məlumatım var idi mənim müəyyən işlərdən. Sadəcə olaraq bunu hüquqşünas kimi bilirdim ki, necə araşdırmaq lazım ki, nəticə versin. İmkan vermədilər. 2019-da imkan vermədilər. Validə xanım özü bilir. Hələ bugünə qədər Validə xanım bəzi şeylər deməyib ki, kimlər niyə imkan vermədi, nəyə görə imkan vermədi. Nə vaxtsa öz məsləhət biləndə açıb deyər hər şeyi. 2020 sentyabr, avqustda biz başladıq. Mənim evimi dağıtdılar. Çox da mənə başa düşmür ki, mənə qarşı bu hakimiyyətin nifrəti ki, nədəndir ki, o qədər müxalifəti var ki, başqalarına qarşı da bu şeylərdirlər. Hakimiyyət başa düşürdülər, bəni gözəl tanıyırlar hakimiyyət olanlar. Gözəl bilirlər ki, bu işi araşdırmağa başladımsa, bunu hara gəlib çıxacaqdır. Ona görə 2020-ci ildə o müzakirənin qarşısını aldılar, zərərçəkmişləri uzaqlaşdırdılar. Sonra mənim evi hücum edildilər, məni susturmağa çalışdılar. Güya ki, mənim ailəmin, malımı dağıtmaqla, barlarımı çöllərə salmaqla məni susturacaqlar. Bacarmadılar. Şükür Allah'a ki, 2021-ci ildə Allah öz hər şeyi nizamladı. Bunu tək mənlə bağlamaq düzgün deyil. Və deyim ki, bu tərtər işinin təhqiqatı deyəndə bəzi adamlar başa düşmür ki, təhqiqat nədir, ictimai təhqiqat nədir, təhqiqatçı nədir? Bir şey biləsiniz. Siyasi baxımdan tərtər işinin əslən vətənlər təhqiqatını başlayıb da ərəz tutulmuşdu. Siyasi baxımdan o öz peşəsinə uyğun olaraq təhlükəsizlik üzrə mütəxəssis kimi məqalələr yazıb, izah eləməyə çalışıb ki, nə baş verir. Sonra Oqtay Gülaliyev bu məsələnin işgəncə tərəfini araşdırmağa çalışıb. İşgəncə faktlarını yığıb təqdim eləsinlər. Ona qarşı nələr oldu gördünüz. Allah şəfa versin, hələ də xəstə yatağındadır. Validə ana bir zərərçəkmiş kimi hay-haray salıb bu problemi gündəmdə saxlamağa çalışıb. Təbii ki, bu iş gündəmdə qalmasaydı, bu gəlib əvvəl-axı İlham Aslanoğlu'nun əlinə çatmayacaqdı. Bu işin əsas təhqiqatçısı İlham Aslanoğlu da mənəm. Yəni, biz bunu təhqiq eləmiş hüquqşünas kimi ki, insanlara necə danışdırmaq lazımdır, kimi danışdırmaq lazımdır, nə zaman danışdırmaq lazımdır, kimin çıxışını efirə nə zaman, kimi kimdən sonra vermək lazımdır, kimləri harada necə üzləşdirmək lazımdır, faktları necə yoxlamaq lazımdır, informasiya necə almaq lazımdır və s. Və bu işin peşəkar bir jurnalist kimi təhqiqatında Əvəz Zeynallı bir dənə çıxış eləyib. Yəni, Əvəz Zeynallı hərbi prokurorluğun əməkdaşları və o şəhkimlər var idi, onları çıxarıb danışdırmaqla, dindirməklə, suallar verməklə müəyyən məsələlərin üstün açıbdır. Yəni, təhqiq eləyib, araşdırıbdır məsələni. İstəyirəm bunu hamı bilsin. Qalan hamı bu məsələnin reklamı ilə məşğul olub. Yəni, bütün kanallar, hamısı, bütün kanallar. Bizim İlham Aslanoğlu'nun tapdığı zərərçəkmişləri, dinlədiyimiz zərərçəkmişləri biz vermişik şəxsən telefonlara. Mən vermişəm bütün jurnalistlərə, bütün televiziyalara ki, xahiş edirəm, yazda gəlirsə deyirlər ki, qurban imkan vermir ki, zərərçəkmişlər çıxsın başqa kanallara. Hələ də çox adam bilmir. İndi günlərin bir günü yəqin ki, jurnalistlər özləri etiraf edirlər. Bütün zərərçəkmişlərin telefonları mən vermişəm o bütün jurnalistlərə, səviyyəli kanallara ki, çağırın, dindirin. Çünki biz artıq, belə deyək də, zərərçəkmişi tapdıq, dindirdik, danışdırdıq. Bunu daha geniş ictimaiyyətə çatdırmaq lazımdır. Hakimiyyət orada yaxşı bir səhv buraxdı. Hakimiyyəti kimsə başa saldı ki, bu cəmaatı qurbanın əlindən almaq üçün, Azərfirdin əlindən almaq üçün Azərbaycanda fəaliyyət göstərən kanallara imkan verir, danışsınlar ki, tamaşaçı oradan uzaqlaşsın Azərfirdinlə. Bu da qurban olma Allaha. Allah'ın öz oyunları var, öz qaydaları var axı. Bu tərtər işinin daha geniş ictimaiyyətə çatması üçün böyük imkan yaratdı. Əslində baxsaz, bilirsiniz, bu tərtərə niyə bu qədər
biz diqqət ayırmalıyıq, önəm verməliyik. Tərtər məsələsi milli namus məsələsidir və tarix məsələsidir. Bu adi bir cinayət işi deyil bu. Əziz vətənlər, istəyirəm hamı bilsin. Azərbaycan əskər və zabitinin erməniyə seksual xidmət göstərməsi ilə bağlı 2005-ci ildə Respublika Hərbi Prokuror vəzifəsindən təyin olunan Xanlar Vəliyevin uydurduğu ssenari rəsmiləşib arxivlərdə, cinayət işlərində, böyük cildlərdə 2007-ci ildən başlayaraq. 2008-ci ildə bunu belə başlayıblar. Güya ki, hansısa bir əskəri əsir götürüb ermənilər, apardılar orada Azərbaycan bayrağının üstündə, nə bilim, tapdalayıblar, nə ediblər. Sonra deyiblər ki, gedin, sən bizə bir əskər gətir. Əgər gətirməsən, biz bunu yayacaq ki, sən belə ədəbsiz işlər görmürsən. Bayraqla bağlı. Fikir verin, diqqətli olun. Əvvəl bunu belə fikirləşib Xanlar Vəliyev. Biraz ağlabatan bir şeydir ki, kimsə şantaj olub yəqin. Amma heç kəsin ağlına gəlməyib ki, bayrağı deyək ki, mən zorla, məni incitdilər, mən bayrağa hörmət elədim. Buna görə bəyəm gəlib, mən vətənə xəyanət eləməliyəm, əskər aparıb tədbir verməliyəm. Bu mümkün olan bir şey deyil axı. Olmayan bir şeyi Xanlar Vəliyev rüşvət yığmaq məqsədi ilə bunu əvvəl düşürüblər. Onu biləsiniz. Yoxsa bunların niyyəti olmayıbdır ki, belə bir şey həqiqətən olub. Buna görə adamlar tutsunlar. Yox. Məqsəd sadəcə olaraq bu Müdafiə Nazirliyində biləsiniz, namuslu adamlar da var. Mənə şəxsən informasiya verən adamlar var orada hərbi hissələrdə. İlk dəfə məsələ belə başlayıb. Xanlar Vəliyev bütün hərbi hissələrə plan qoyub. Bütün hərbi hissələrə. Namik Mustafayev özü komandir olub, bilə söhbətədən gedir. Ki, sən 15 iş verməlisən, sən 30 iş verməlisən, əskərləri bir-birinə savaşdırmalısan, nə eləməlisən, bu Namik nəsə demək istəyirsən? Qurban bəy, sizin sözünə bir qüvvət verim. Əvvəl məsəl üçün əskər Sərcan Qazanda barmağı zədələnirdi, ayağı zədələnirdi. Bu məsəl üçün bir sarığı ilə zaten yola verə bilirdik. Amma bugünkü də elə bir vəziyyət elədilər ki, həmin əskər hərbi hissənin tibb məliqəsinə, travma kitabına düşməlidir. Hərbi prokuroru onu araşdırmalıdır. Bəli. Fikir verin, deməli nə baş verir? Ordu, dostlar, əziz vətənlər, ordu kişilərin məkanıdır da, zamanların yeridir. Cavan olan yerdə, kişi olan yerdə sözcə təp gələcək, savaşacaq, vuruşacaq, bir kəllə atacaq, bir yumruq atacaq. Bəs əskərlik kişilik məktəbinə deyirlər. Bunu görə deyirlər də, bəs uşaq gelib orada bərkiməlidir. Və elə məqam olur ki, iki dənə savaşan, dalaşan əskəri çağırırsan yanına, deyək ki, Zaur İsmailovla Ruslan Fərzə ilə savaşıblar, Azab iki dənə şapalaq qoyubdur, Ruslan iki dənə təpi atıbdır. Mən onun komandiriyəm, çağırıram, deyirəm, yetişsiz, gedin öpüşün barışın, da bəsdir, şeyə son qoyun, ayıbdır. Ya deyirəm, kimdə günə araşdırıram, tapıram, deyirəm, üzr istə. Ya da erkədən bir qulağını çəkirəm, deyirəm, ya da axırıncı dəfə olsun. Mən bir ata komandir kimi atalıq eləməliyəm, böyüklük eləməliyəm, adım barışdırmalıyam, idarə eləməliyəm. Amma Xanlar Vəliyev gələn kimi göstəriş verib. Hər bir hadisə verilməlidir prokurorluğa. Və bu nə edib Xanlar hərbi prokurorluq? Kimin imkanı var, pulu var, onun pulunu alıb. Kimin yoxdur, onu işi saxlayıb, atıb araqda qalıb. Hətta belə bir şey metod tədbiq ediblər, dostlar. Əvvəl Xanlar gələndə əskər bir qaydanı pozub, savaşıblar, təhqiqat apardılar, cinayət işi qaldırdılar, pulunu aldılar. Aldılar, almadılar, çalışırdılar, nəsə. Sonra nə edədilər? Cinayət işini qaldırdılar, adamı buraxdılar evə, adamı tutmadılar. Və yaxud da qeydə aldılar, təhqiqat gedir. Uzatdılar, adam getdi evə. Getdi azadlığı şeyə, hərbi xidmətini qutardı, getdi nişanlandı, toya hazırlaşır. Tıp, çağırış gəlir Xanlardan. Gəbra indi. Hərbidə olanda 10 manat ala bilməz, indi artıq nişan var, toy var, ailə qurmalıca var, ailən dəyir bir-birinə. Nişana yığılan, toya hazırlanan pul hamısa bağa qoyurlar Xanların qabağına. Bu, bilirsiniz, nə qədər namussuz alçaq olasan ki, sən peşəni, dövlətin sənə verdiyi səlahiyyəti bu yolla pul qazanmağa istifadə edəsən. Deməli, bu metodlar
kifayət eləmir. Axı orada Heydər Əliyev fonunda ağzını açıb mehriban pul əmr ver gəlsin. Pul istəyirlər. Xanlar nə edir? Xanlar növbəti dəfə bu ssenarini hazırlayır ki, güya hansısa Azərbaycan əskərini götürüb apayı evinə zorlayıblar, çəkiblər videoya, deyiblər ki, gedin sən başqasını gətir. Bu, o qədər ağlabatan və insanları inandıra biləcək bir şey tapıblar ki, ssenari düzü qoşdular ki, hətta valideynləri belə bunu inandırıblar. Bu ssenarini istənilən valideynə deyəndə deyir ki, ağlabatanda ola bilər. Ola bilər bir şey olsun. Kimisə şantaj ediblər. O da gedib. Amma olub mu belə bir şey? Əziz vətənlər, Tərtər işi qismən həll olub. Sübut olunub ki, orada belə bir cinayət hadisəsi baş verməyib. Mən istəyirəm Azərbaycan xalqı bilsin, 2008-ci ildən, 2007-ci ildən başlayaraq, xüsusən 2008-ci ildə qüvvədə olan hökmlər bu gün də var və ən azı 12 nəfər yatır həbsxanada. Onun da biri bizim Ufeyli xanımın oğludur. İgid oğlandır. Adamı üstündən şərləyiblər. Onunla bərabər 5 adam tutulub. Həmin cinayət işində. Bu 5 adamdan birinə veriblər həm də adam öldürmə. Yəni Ufeyli bacının oğluna verilən ittihamlardan əlavə eyni ittihamı veriblər. Başqasına da ona bir ölüm də maddəsi veriblər. Güya ki, bir əskəri öldürüb. Ona veriblər 20 il, 18 il. Ufeyli xanımın oğluna ömürlük. Sual yaranır. Əgər sən mənlə eyni bir cinayəti törətmirsənsə, mən əlavə bir adam da öldürmüşəm. Necə olur ki, mənə 20 il, sən ömürlük? Bu necə ola bilər? Hansı məntiqinəndir bu? Bu necə olur? Hətta həmin adamın qardaşı Azər bəy çıxdı efirə dedi ki, qardaşımı xəbər göndərib, mən də qardaşımdan tələb eləyirəm. Bu işə yenidən baxılsın, mənim qardaşıma adam öldürmə ittihamı vermişsiniz, həm də Ufeyli xanımın oğluna verdiğiniz ittihamı veribsiniz. Mənim qardaşımı ömürlük verin, amma Ufeyli xanımın oğlunu bıraxın, onun o cinayəti yoxdur. Təsəvvür edin, adamlar görünək əmindirlər ki, özlərinə, günahsızlıqlarına. Deyir ki, təzədən baxın bu işə, mənim qardaşıma verin ömürlüyü. Niyə? Çünki nə baş verib? Orada ölüm faktı yoxdur. O şərtli faktı var. Erməni vurub, adam ölüb. Amma xanlara pul lazımdır. Axı şəhiddən pul çıxmır, erməni öldürübdür. Düzür qoşurlar, şərliyirlər əskərləri, Ufeyli xanımın oğlunu 5 nəfər həbs edirlər. 20 il birinə, 18 il biri də, yenə də həmin işgəncə, yenə də həmin qanunsuz metodlarından ifadə, nə bilim, etiraf ifadəsi, yüzləşmələr və s. hamısı yalnız işgəncə ilə. Və həmin cinayət işlərində xanlar yazır ki, sənin oğlun Azərbaycan kişisi gedib erməniyə seksual xidmət göstərib. 1000 il keçəcək, bu arxivlərdən çıxarılıb, sənin anına tüpürüb yapışdıracaqlar ki, sən bir qeyrət millətsən, sən qeyrəsin namussuz millətsən, sən kişi millət deyilsən, sən gedib düşmənənə seksual xidmət göstərmişsən. Bayaq Arif Paşa danışanda bir ifadə işlətdi. Xahiş edirəm, diqqətli olun belə şeylərə. Arif Paşa bir şey dedi. Dedi, bu adamların elədiyi hərəkətlər sadəcə adi bir cinayət deyil. Bu nədirsə bir milli intiqam məsələsidir. Eşitdiniz onun sözünü? Arif Paşa sözü belə göy atmır. O bilir nə deyir. Bu dedi, bu milli bir intiqam məsələsidir. PKK-nın intiqamını alırdılar Azərbaycan türklərindən, Azərbaycan vətəndaşlarından. Bunu Arif Paşa bilir, yaşayıb, həyatını yaşayıb. Necə olur ki, Şuşanı, Qarabağı satan adamlar Heydər Əliyev gələndən sonra general olur, vəzifədə qalırlar, böyüdürlər. Bu gün də eşişə çıxdı, yaşayırlar, vəzifədədirlər. Necə olur bu? Xəyanətin boynuzu olmur. Ya, xəyanət belə olur. Ona görə də mən yəni, bu hakimiyyətdən mən ədalət gözləmirəm. Tərtərə, ümumiyyətlə bu işlərdə Xanlar Vəliyevin 2005-ci ildən prokuror təyin olunduğu gündən sonra aparılan bütün cinayət işlərinə ədalət gətirilməsini istəyiriksə, Azərbaycanda hakimiyyət dəyişməlidir. Bu hakimiyyətin vaxtında nə Tərtər işində, nə o birilərdə, nə ümumiyyətlə qalan bütün işlərdə ədalət ola bilməz. Çünki hakimiyyətin özünün əsası
ədalətsizdir, qanunsuzdur. Bunlar dövlət çevrilişi ilə, saxta seçkilərlə gəlirlər hakimiyyətə. İlham elə gözəl bilir ki, ayağı büdürən günün sabahı xalq onu dəli idək balasını ayaqlayan kimi ayaqlayacaq. Və yəni Nigar xanım gözəl bir müraciət elədi ki, xalqın tapdağından xilas ola bilməyəcəksiniz. Vaxtında tədbir görün. Mən şəxsən ümid eləmirəm, inanmıram ki, bu tədbir görəcəklər. Namiq bəy, buyurun. Mən bitirdim, üzr istəyirəm. Adam danışanda deyil, danışdı. Qurban bəy, Ofelia xalanın oğlunun həbs olunduğu tabur var idi, ikinci tabur. 2015-ci ildə düşmanlara minamyot atdı. Bir dənə o araşdırsa hərbi prokuror, orada hər şey ortaya çıxarsın. Orada 30'dan çox hərbi qulluqçu yaralandı. 30? Bəli, 30'dan çox hərbi qulluqçu yaralandı orada. 2015-ci ilin yay ayları idi. Hətta tabur komandiri oturduğu Besetkaya minamyot düşdü. Ondan sonra Xəyanət yuxarıdan olub da, Namiq bəy. Xəyanət yuxarıdandır. bundan sonra başladı. Oldu. Mən iclasımız var Validə xanım. Yekunlaşdıraq. Söz deyən yoxdursa yekunlaşdıraq. Mən iclasları gecikirəm. Mikrofonu niyə Validə xanımın açılmır? Açıldı, hə. Yəqin olaraq açdı, mən bağladım. Bəli, Qurban bəy, var olun. Bir də mən o suala bir cavab verim. Namiqin dediyi suala, siz də dediniz, düz deyirsiniz. Mən bəzi şeylər var, onu demirəm. Niyə demirəm? Əslində, sizin elə bir fikriniz vardı. Deyirdiniz ki, məqsədimə çatmaq üçün, mənzilimə çatmaq üçün yolda hürən hər itə vaxt dairəsi olsam, mənzilə çata bilmərəm. Mən bunu dərk eləmişdim. Dərk elədim ki, artıq bu görürəm xəyanətdədir. Onu kəsib atmaq lazımdır. Və bunu sizdən öyrəndim. Amma bir şey var ki, elə bunu deyim, buradan xalqıma mütləq deməliyəm. Çünki Namiq o sualı verdi deyinə. Baxın, məhəttəl qalırsan ki, nəyə görə həm hakimiyyətdə olanlar, iqtidarda olanlar, həm müxalifətdə olanlar. Bunlar deyir ki, hakimiyyətdə olanlar deyir, müxalifətdir, satqındır. Müxalifətdə deyir, iqtidara hakimiyyətə işləyir Qurban Məmmədov. Hər ikisi deyir, satqındır. Bunlar da deyir, çox maraqlıdır. Və yaxud da nəyə görə var güclərini ortaya qoymuşdular ki, bu iş Qurban bəyin əlinə keçməsin. Çox maraqlıdır. Bu sualı hamınız cavabını özünüz. Bugün də hələ, bugün də bu proses təsəvvür edin. O saatlarla durub kiriməyənlər ki, yox siz nə çıxmısınız o efirə, o satqındır. Hətta səs atdılar ki, artıq polkovnik verildi. Bu hakimiyyətin adamıdır, budur. Bizi o vaxt ayırdılar, tamamilə doğrudur. Namiq bircə dəqiqə. Həm də fikrim yayınır. Yaxşı, buyur, sən sözünü de, biz yekunlaşdıraq, mən axırıncı üç kəlməmi deyəcəm. Buyur. Valan abi, sizin suala qarşı məndə bir dənə sual yaranır. Bugün gündə hamımız bilirik ki, tərtər hadisələrində şəhid olan qardaşlarımız çox oldu, işgəncə görən qardaşlarımız çox oldu, zülmlər çəkdi. Qurban bəy olmasaydı, bu cinayətin üstadçıları da sızmazdı. Suala qarşı sual çıxır ortaya. Düzdürmü? Bəli, mən açılmazdı. Xeyr, mümkün deyildi. Aysa, açıla söylüdü. Mən bir zərər çəkmiş kimi sizin övladınızla rəhmətinə xidmət eləməmişəm. Ruslanla xidmət eləməmişəm. Rəfayına xidmət eləməmişəm. Zaurla xidmət eləməmişəm. Digər zərər çəkmişlərə xidmət eləməmişəm. Mən bugün günlər başqa bir hərbçidə bir xidmət edən hərbi qulluqçu kimi, hikmət söylediği söyüşün cavabını qaytardığım bir hərbi qulluqçu kimi, mən nəyə görə bugün günlər siz ananın gözünə baxa bilmirəm mən. Utanıram, niyə? Ofelia ananın üzünə baxa bilmirəm, niyə? Nəyə görə? Səbəb lazımdır. Namiq, vaxt Utanıram baxır, mən də xəcalət çəkirəm. Sizin hər dəfə fəryad çəkəndə mən ölüb yerə girəm. Belə bir cavab verim, Namiq. Vaxt keçir, Qurban bəy də iclasa gedir. Deyəcəyim tamamilə doğrudur. Benim İlham qardaş bir söz var, deyirdi, olmazsa olmazlar var. Mən isə deyirdi ki, bunlarda məsələn, sən o harayı salmayıb, sən də onlar kimi o övladlarının qanını və yaxud da ki, o zərər çəkənlər kimi verilən pulları götürüb geri durası olsaydı, kimin nə xəbər olacaqdı? Yəni, sən olmasa mümkün deyildi. Mən də deyirdim ki, demişəm və yenə deyirəm, düz İlham qardaşın, İlham Aslanoğlunun buradakı olan zəhməti
araşdırılası olsa gələcəkdə ona heykəl qoyulacaq. Bu sözsüzdür. Yəni o qədər o gecəsi gündüzü olmayıb, dağı aranı olmayıbdı. Haralardan o tozun, torpaq, ümumiyyətlə İlham qardaşın, yəni ki, mən şahid olmuşam, ən az bir ay yarım yol yoldaşı olmuşum. Amma mən də İlham qardaşı, o deyənlərə də deyirəm bu sözü. 100 dənə, 1000 dənə valide, o sənin sualının cavabıdır. Valide olsa, Ərəstun bəy nə qədər yazır, siyasətçi xətrinə dəyməsin. Çünki hələm insanlar, o sadə insanlar, o oxumur, siyasət adı gəndə hamı birinci istəmir ona baxsın. O qədər yanlış belə deyək, iş aparıbdır ki, bunlar ki, siyasətə qoşulan güya satqın olur. Millət başını sallaşaq, bir kez çörəyin qazanmaqla məşğuldur. Hətta siyasətdə olan insanlarımız, o biznesmenlər var ki, deyir ki, mən tanıyıb belə çox böyük hörmət edirəm, mən siyasətə qarışmıram. İnsanları o qədər belə hədəliyiblər ki, olmazın işgəncəsini bizdən qabaq onlara ediblər ki, artıq onlar o sözləri deyir və mən güya ki, bilənlər də deyir, qarışmıram. Amma mən deyim sizə, ona görə mən bu söz dedim. Ərəstun bəy çox böyük həmişə bizə dəstək olub. Nəyə görə deyirəm, başda Ərəstun bəy, Qurban bəy olmaq şərti ilə. Ərəstun bəy olmasaydı, mən Qurban bəyə də inanmayacaqdım. Çünki o qədər danışırdılar. Axırda 3-4 ay gözümün qabağında 18-20 saat işləyir, baxıram ki, bir zərər çəkənə işləmək nə deməkdir Qurban bəy? Mənə sual verdi Efir arxası ki, sən indi mənə inanırsan? Baxdım, istədim güya ki, mən Qurban bəy kimi bir hüquqşünası nəsə yozdaracam, aldadacam, ayrı söz qarışdıracam, dedi dur. Həmin vaxt Əli Quliyev də oradaydı, bir nəfər Paşa kimi o da oradaydı, bir də Paşa Həsənli 4 nəfərlə efirdən sonra qoşulmuşdu. Dedim, xeyr, inanmıram. Dedi, vəssalam, sağ ol, bunu bilmək istəyirdim. Həmin günü çıxdım Ərəstun bəy, mən çaşbaş qalmışam. Dedi, niyə? Dedim, bu qədər olmaz axı, bu. Dedi ki, mən bir söz deyim. Demirəm, Qurban bəy kusursuzdur. Kusursuz bircə Allahdır. Amma Qurban bəy heç vaxt pula heç bir işi satmayıbdır. Mən sağ deyirəm, mən Ərəstun, mən bu sözü sağ deyirəm. Qurban bəyin bir nöqsanı var. Bəzən deyir, bu söz demə deyir. Yəni, bəzən ən axırda deyəcəyim sözü əvvəl bu ola bilər. Düz nə bilirsə, onu deyəcək. Yəni, bir dənə nöqsanı varsa, Qurban bəyin budur. Ondan sonra deyirəm açığı. Nə qədər söz-söhbət olsa da bir dəfə də olsun. Yəni, Ərəstun bəyə inanıram, bugün də inanıram Qurban bəy. Ancaq bir söz demək istəyirəm. Yəni, haqqına girməmək üçün bu açıqlamanı verdim. Namiq dediyi sualın cavabı. 100 dənə, 1000 dənə valide olsa, 100 dənə, 1000 dənə belə İlham Aslanoğlu çəkiliş çəkib gətirəsi olsaydı və yaxud da ki, Ərəstun bəy yazıb pozasaydı, Qurban bəy və bu Azərfiridun olmasaydı, Qurban bəyin hüquqşünas gücü olmasa, o vəkillik gücü olmasaydı, qeyri-adi gücü olmasaydı və bu Azərfiridun ailəsi, dünyanın ən şərəfli ailəsi, bu zərər çəkənlərə həm maddi, həm mənəvi dəstək durmasaydı, bu günləri yox idik, biz də yox idik, biz də çoxdan ölmüşdük, yox idik. Demişəm, bugün də deyirəm, məni 1967-ci il 22 mayda anam dünyaya gətirmişdirsə, mən o adı daşıyırdımsa, bugün mən yaşayıramsa, məni yenidən doğub dünya boya başa çatdıran, bugün yaşadan Azərfiridun ailəsidir. Var olun hamınızı. Öpürəm, haqqın yanında olan insanlar, bağrıma basıram. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizləri tanımışıq. Azərbaycan xalqımın ümid yeri. Bir daha var olun. Gecəniz xeyrə qalsın Qurban bəy. Xeyrə qalsın. Sağ olun. Namiq bəy, buyur, nəsə demək istəyirsən? Zar diyoruz. Ondan sonra Namiq Qurban bir şey deyim. Büyücünə Azərfiriduna gəlməyə və yaxud da büyücünə tərəz gəlmiş kimi efirlərə çıxmağa, digər efirlərə çıxmağa Qorxan zərər çəkmişlərə buradan səslənirəm ki, bu Azərfiridun olmasaydı, sən zərər çəkmiş kimi tanınası deyildin. Sən zərər çəkmiş kimi təzminat ala biləsi deyildin. Sən zərər çəkmiş kimi hüququna bərpa olası deyildi. Bu, Qurban bəyin, Abid Qəffarovun, Ramin bəyin, İlham Aslanoğlunun, Ərəstun bəyin, Allah şəfasını versin, avtoqazada büyüsünə bizə görə Oktay Güləriyevin digər adını çəkə bilmədiyim, çəkmədiyim şəxslərə görə biz tanınmışıq. Bizi dünya tanıdı. Bizi mərd insan kimi tanıdı. Amma sən büyük efirlərə çıxmayanlar. Mən sən mərd kimi tanıyamıram, mən sən namərd kimi tanıyamıram. Mən şəxsin o adama qarşı mənə şübhə var ki, sən həqiqətə erməni edəcəksin. O məndə şübhə yaradır. Fakt yaradır. Yəni burada dalmağa da mənası yox. Namiq, adlar çəkirsən, mən də əvəz bəyin adını çəkmək istəyirəm. O mənə o qədər... Əvəz bəy Zeynal, bəli, Allah şəfasını versin.
Allah Əvəz bəy bizə bilirsiniz, Vadana bir şey diyeyim. Üzr istəyirəm, səhv qaldım Qurban bəy də üzrü saysın. Belə baxanda İlham Hasanoğlu bizə görə həbs olundu. Əvəz bəy bizə görə həbs olundu. Ramin Abid bəy bizə həbs olundu. Çox bu işi araşdırma bizə görə həbs olundu. Qardaş, sən zərər çəkmişsən, sən haqqın tələb olmaq üçün kimsə ailəsindən getdi, ayrıldı, zindanlarda yatdı. Sən bu qeyrətin, sən bu namusun buna nətə yol verə bilirsən? Namiq, icazənlə mən sənin sözünü kəsim, səndən böyüyəm. Ona görə Buyurun. deyirəm, at sadalamayaq. Çünki burada zəhməti elə insanlar ola bilər ki, zəhməti olar, adın çəkmərik, günaha batarıq. Ona görə deyirəm, Ərəstun bəy, heç görsən İlham Onsuz da qardaşım. Validə xanım adlarını bilmədiyiniz çoxlu adamlar var. Bir gün açılacaq ağzı. Bəli, Qurban bəy, ona görə çəkmirəm. Bax, Əvəz bəy Bəli. dedi, sadalamıram ki, Ərəstun bəy, Qurban bəy bəşdə olmaq. Çünki onlar olmasa qeyri-mümkün idi. Bizə dəstək olacaq. Bu iş elə belə iş deyildi. Bu işin Zaur bəyin nəsə sözü var idi. Zaur bəy nəsə demək istəyir. Qurban bəy, mən ilk öncə bizim o qəzetçi bazımıza təşəkkür edirəm ona. Minnətdaram və halalı olsun. Və bir də onun timsalında haqqın yanında olan bizim qeyrətli, fərq etməz qadındır, kişidir, utanmamalıdır. O gərək ki, utanmasın. O bizlərlə birlikdədir, o haqqın yanındadır. Çox sağ ol deyirəm və son olaraq da eyni zamanda da bunlar Namiq qardaşın sualına cavablandırmaq istəyirəm. Namiq qardaş belə bir sual qoydu ki, Qurban bəy, siz olmasaydınız Tərtər işi geniş bu hala gəlib çıxmazdı. Mən belə deyərdim, əgər bir hüquqi dövlətdə yaşamış olsaydıq, sizcə Qurban bəyin və Qurban bəyin timsalında bizim şərəfli insanların dəstəyinə ehtiyac duyar mıydıq? Biz hüquqi bir dövlətdə yaşamış olsaydıq, bu ağır acı bizlərin başımıza gələr miydi? Əgər belə deyim, bir dövlət öz daxilində yaşayan, öz xalqının, millətinin yaşayışının, rifahını yaxşılaşdırması üçündür, onların qayğısına qalmaq üçündür, onlara gözəl şəraitdə ağrısız, azsız yaşaması üçün şərait yaratmaq üçündür. Bir dövlət o xalqının, öz millətinin qulluqçusudur. Bu günlərim hansı istiqamətə baxsanız, bunu nəinki bizlərə çəkənlər, ümumiyyətlə bizi izləyənlər da hamısı təsdiqləyəcək ki, mən inanıram. Bugünkü günü yalnız Azərbaycan xalqının gündəlik yaşayışını ağırlaşdırmaq, onlara olar olmaz cərmələr, orada cərmə, burada cərmə, yaşayış tərzinin ağırlaşması, işsizliyin olmaması. Yəni, bugünkü günü bizim Namiq heç birimiz hüquqi bir dövlətdə yaşamırıq. Və bu günlərim belə bir şəraitdə yaşadığımız üçün və bunlar öz cümlələrimizdən, öz ağracılarımızı, haqqımızı deməyimiz üçün bizə şərait yaradan bütün insanlara, yenə Qurban bəy başda olmaqla, bütün insanlara, bütün əziyyət əməliyyat keçən insanlara hamısına can sağlığı arzu edirəm, uzun ömür verirəm, versin Allahım və xəstələrimizə də tezliklə şəfa bəxş eləsin. Bu qədər. Təşəkkür edirəm. Namiq bəy deyəsən yenə demək istəyir. Qurban bəy, bilirsiniz, mən nə vaxtdan da verirsə çıxmırıq Azər Filmə. Bizim də bir qəlbimiz coşur, şasamız daşır. Mən bu Azər Filmə çıxmamışdan qabaq, bu son günlərdə validana bilir. Mən müxtəlif YouTube kanallarına müraciət elədim. And olsun Allah hamısı qorxdu. Külbəki bəhanələr keçirdi. Niyə? Özü adına çəkib ki, valide ananın övladının il dönümüdür. Onu bir şərait yaradım, bizlərə cəmcə çıxar. Həm də bu Tərtər hasıra gündəmə qayıtıraq təzdən bir də. And olsun Allah hələ bir bəhanə elədi. Eləmədi, veriş eləmədilər. Bax, daha mən nə deyim daha, yəni kişi and içməz sözümüzün deyər. Nömrələr də məndə var. Lap istəsə mən kanallara yazırım, SMS-lərdə sizə çıxan ili söndürə bilərəm. Bir də Zaur qardaşımın sözünə bir dənə şey deyim. Əgər biz bugün içində hüquqi dövlətdə yaşasaydıq, bu proses baş verməz birinci növbədə. İkinci növbədə də anlaşılmazlıqdan bu hadisə baş versə də, bunu araşdıran jurnalistlər, İlham Aslanoğlu, Abid Qəffarov, digər şəxslər həbs olunmaz.
və əgər dövlətin bununla günahı yox idisə, digər zərərçəkmişləri pulla ələ alır, bu zərərçəkmişləri parçalamazdı. Güzel. Mən son dilim, son qənarıdır. Oldu. Teşekkürler. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Çok sağ olun. Her birinize minnettarım. Ben Azaf Edim ailesi adından vaydanı başta olmadan bütün zərərçəkmişlərə təşəkkür bildirirəm. Dostlar, bugün may ayının 10'udur. Azərbaycan Xalq Parlamentinin qərarı ilə may ayının 10'u Tərtər qurbanlarının anım günüdür. Tərtər şəhidlərin anım günüdür. Bu çox böyük bir tarixi hadisədir. Mən yekuna bir şey demək istəyirəm. Bayaqları Validə xanım dedi, yoldaşlar dedilər ki, bu işin asılmasında qurban olması adı yox. Belə deyil, yox. 1000 dənə qurban ola yadınızda qalsın. Təhlildə heç bir şey elə bilməz. 1000 dənə İlham Aslanoğlu olsa təhlildə heç elə bilməz. Tərtər işinə qismən də olsa ədalət gətirilibsə, ən azı bu cinayəti biz ifşa eləmişiksə, ən az orada Azərbaycan şərəfli əskər və zabitinin dövlətə, vətənə xəyanət etmədiyini sübut elə bilmişiksə, bu mənim şəxsi xidmətim deyil. Bu birliyin, baxın, bircə fəaliyyətin nəticəsidir. Yəni istəyirəm bunu xalqımız düzgün qiymətləndirsin. Burada İlham Aslanoğlu olmasaydı heç bir mümkün deyildi. Burada Ərəstun Oruçlu olmasaydı heç nə bilməyəcəkdik. Burada başqa televiziyalar olmasaydı, Əvəz Zeynal'ı başda olmağına, Kim tipi başda olmağına, buradan da Ədramin qardaşımı salamlayırım, bağırma basına. Zorlanı qardaşımı. Alınmayacaqdı. Yəni, burada qurbanın belə bir qeyri-adi, qabiliyyətsiz adi rol oynamayıb. Azərbaycanda məndən savadlı hüquqşünaslar da var, məndən cəsarətli jurnalistlər də var, məndən yaxşı aparıcılar da var. Mən nə jurnalistim, nə aparıcıyam. Mən sadəcə hüquqşünasam, siyasətlə məşğul olam. Azər Freedom dəfələn demişəm, mənim üçün siyasi silahdır, məqsədimə çatmaq üçün vasitədir. Amma biz o birliyi yarada bildik. Bir gün gələr, bilmirəm indi, Allah şans verər, yazaram bu barədə. Mən onun adını Tərtər Konseyi qoydum. Validananın başlığı altında bir 6 ya 7 nəfərdən ibarət bir konsey təşkil edirdim. Əvvəl təşkilat komitəsi. Ki biz hər gecə 2 gündən bir yığışıb orada planlaşdırırdıq işimizi ki, nə iş görəcəyik sabah bir gün bu həftə ərzində, nə eləməliyik, kim kimlə danışmalıdır, kim kimlə necə danışmalıdır. Təbii ki, burada İlham Aslanoğlu'nun həm vaxtı ilə müstəntiq işlədi, o istintaqçı kimi, sonradan da vəkil kimi müstəsna qabiliyyəti bu işin təhqiqatında qeyri-adi rol oynadı. Buradan da İlham Aslanoğlu bağırma basıram, salamlayıram, eşq olsun. Azərbaycan xalqı və xüsusən zərərçəkmişlər İlham Aslanoğlu'na çox borcludur. İlham Aslanoğlu əslən vətənlər elə belə təqib olunmadı. Hamımızın gözü qarşısında bir hadisə baş verdi. İlham Aslanoğlu həbs olunandan sonra bu işin təhqiqatını mən əvvəlki kimi apara bilmədim. Davam elətdirə bilmədik əvvəlki səviyyədə. Bunu sübut edədir ki, o birlik olmayanda nəticə olmur. Təsəvvür edin ki, maşını yığmışıq, hər şey var, sükanı yoxdur, maşın deyil. Maşını yığmışıq, hər şey hazır, təkərin biri yoxdur. Və yaxud da təkəri bir bolt yerində deyil. O boltu yerinə qoymaq lazımdır ki, maşını hərəkət eləsin. Rejimdən xilas olmaq üçün əslən vətənlər bizə birlik lazımdır. Bizə Tərtər işində olduğu kimi rejimə qarşı mübarizədə də bu birliyi yarada bilsək, hər kəs öz vəzifəsini düzgün bilib dərk eləsə, hər kəs öz vəzifəsini olduğu yerdə düzgün yerinə yetirsə, inanın mənə rejimin dəyişməsi gün məsələsidir, saat məsələsidir. Amma hakimiyyət güclüdür, pulu var, milyardları var. Parçalayır, alır, üzdə qoyur, şərliyir, fitnə salır, 1000 dənə oyun çıxardır. Bu da təbiidir. Biz də səbrlə mübarizəmizi axıra elə aparmalıyıq. Mən sizdən xahiş edirəm, bugünü ayın 10'u, mayı, ilk növbədə bugün ailənizdə efir qutaran kimi bir təzə müzakirə edin ki, bugün bu efir nə idi belə? Nəyə görə may ayın 10'unda 2 saat, 3 saat olur artıq Tərtər əsr olunubdur. Sonra qonşulara deyin, qohumlara deyin, dostlara deyin ki,
Yaddaşda da qalsın. Gecəniz xeyirli qalsın. Allah emanet olun. Sabah saat 20:00-da mütləq Ərəb Nuruşluğun aparıcılığı ilə Azərbaycan'da olun.